Bismillahirrahmanirrahim. Sual verən bu şəkildə soruşur. Ramazan ayında həkimə getməyə məcbur oldum. Burnuma dərman qoyuldu və bir müddət sonra boğazımda onun dadını hiss etdim. Bu günün orucunu qəza etməliyəmmi? Oruclu halda davam elədim, sadəcə dadım boğazımda hiss etdiyimə görə soruşuram ki, orucu qəza etməliyəmmi? Cavab bu şəkildədir. Xeyr, qəza vacib deyil. Hətta dərmandan bir hissəsi boğaza çatmış olsa belə, əgər bu qəsdən edilməyibsə və bunun boğaza çatacağını bilmirdisə, orucu batil olmaz. Elhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.